Danielkis, Elcornon üçün güllər, 17 may. Səhər açılmaq üzrədir. Mən hələ də yatmamışam. Dünən konsert zamanı başıma gələni başa düşməliyəm. Axşam çox yaxşı başladı. Sentral Parkdakı otluq tamam tutulmuşdu və biz Alisa ilə otların üstünə uzanmış cütlüklərin arasından özümüzə cığır açmalı olduq. Nəhayət xeyli aralıda altında heç kəs olmayan ağac tapdıq. İşıq dirəkləri çox uzaqda yerləşdiyindən yanımızda başqa cütlüklərin olması yalnız onların gülüşü və yandırılmış siqaretlərin közərən işığından bəlli idi. Bura əladır, o dedi. Düz orkestrin ortasında oturmaq vacib deyil. İndi nə çalınır, mən soruşdum. Debussinin dəniz əsəri. Xoşuna gəlir? Özümə onun yanında yer elədim. Bu cür musiqi barəsində elə də çox bilmirəm. Gərək onun haqqında düşünəm. Düşünmə. O pıçıldadı. Hiss et. Qoy sənin üzərindən dəniz kimi ötüb keçsin. Onu anlamağa çalışma. Alisa otluğa uzandı və özünü musiqinin çalındığı tərəfə çevirdi. Onun məndən nə gözlədiyini bilməyin yolunu tapa bilmirdim. Bu problemi həll etmə və bildiyi sistematik toplamasının dəqiq cizgilərindən çox uzaq idi. Öz-özümü inandırmağa çalışırdım ki, tərləyən ovucular, sinəmdəki sıxılma, onu qucaqlamaq istəyi sadəcə biokimyəvi reaksiyalardır. Məni belə əsəbi və həyəcanlı hala gətirən qıcıqlandırıcı reaksiya. Zəncirini belə tam izlədim. Ancaq hər şey yenə də qeyri-müəyyən idi. Görəsən onu qucaqlayım ya yox? Görəsən bunu etməyimi gözləyib, etsəm hirslənərmi? Hiss edirdim ki, yeniyetmə kimi davranıram. Bu da məni əsəbləşdirirdi. Gəl, güclə dilləndim. Belə daha rahat olar. Başını çiynimə qoy. Alisa onu qucaqlamağıma imkan versə də heç üzümə də baxmadı. Musiqiyə sanki elə dalmışdı ki, mənim nə etdiyimdən xəbərsizdi. Görəsən onu bu cür qucaqlamağımı istəyirdi, yoxsa sadəcə dözməyə çalışırdım. Əlimi onun belinə tərəf sürüşdürdükcə bədənindəki xəfif titrəyişi hiss etdim. Ancaq gözləri yenə də orkestra tərəf toşlanmışdı. Özünü elə aparırdı, güya bütün diqqətini musiqiyə yönəltmişdi. Beləcə mənə cavab verməyə ehtiyac qalmırdı. Nəyin baş verdiyini bilmək istəmirdi. Nə qədər ki, başqa tərəfə baxır və başqa şey dinləyir, mənim yaxınlığımı, bədəninə sarılmış qollarımı görməzdən gələ bilərdi. Sanki istəyirdi ki, onun bədəni ilə sevişim. Amma özü həmin vaxt daha yüksək materiyalar haqqında düşünsün. Mən onun çənəsindən çox kobudcasına tutub özümə tərəf sarı döndərdim. Niyə mənə baxmırsan? Özünü elə aparırsan, sanki mən mövcud deyiləm. Xeyr, Charlie, o pıçıldadı. Özümü elə aparıram ki, güya özüm mövcud deyiləm. Çiyninə toxunanda Alisa özünü sıxdı və əsməyə başladı. Ancaq yenə də onu özümə çəkdim. Qəflətən bu baş verdi. Bu qulaqlarımda səslənən küy ilə başlandı. Elektrik mişar, lap uzaqda, sonra soyuq. Qollarımla ayaqlarımın tükləri biz-biz oldu. Barmaqlarım keydi. Birdən mənə elə gəldi ki, kimsə xəlvətcə mənə baxır. Hissiyatın qəfil dəyişməsi, ağacın arxasındakı qaranlığın bir küncündən ikimizin qucaq-qucağa uzandığımızı gördüm. Başımı qaldırıb 15-16 yaşlı oğlanın yaxınlıqda çöməlib oturduğunu gördüm. Hey, deyə bağırdım. O ayağa qalxdıqda şalvarının qabağının açıq olduğunu gördüm. Nə olub? Alisa soruşdu. Mən ayağa sıçradım, lakin o yoxa çıxdı. Sən onu görürdün? Yox, Alisa paltarını əsəbi şəkildə qaydaya salaraq dedi. Heç kəsi görmədim. Buradaca dayanmışdı, bizə baxırdı. Sənə toxuna biləcək dərəcədə yaxın. Charlie, hara gedirsən? Uzağa gedə bilməzdi. Boş ver, Charlie, problem deyil. Amma mənim üçün problem idi. Mən qaranlığa cumdum. Təəccüb içində qalmış bir neçə cütlüyün ayaqlarına ilişdim. Ancaq onu tapmaq mümkün olmadı. Onun haqqında düşündükcə ürək getməsindən bəzən əvvəl yaranan ürək bulanma hissim daha da artdı. Nəhəng boşluqda itmiş və tənha sonra özümü ələ alıb Alisa'nın oturduğu yerə qayıtdım. Tapa bildin onu? Yox, amma burada idi. Mən onu gördüm. Alisa mənə qəribə baxdı. Sən yaxşısan? İndi özümə gələrəm. Birazdan keçər. Sadəcə qulaqlarımda lənətə gəlmiş küy var.
Bəlkə getsək yaxşı olar. Alisanın evinə yollanarkən yol boyu ağlımda yalnız qaranlıqda çömələrək bizə baxan və bircə anlığa onun gördüyünü, bizim qucaqlaşaraq uzandığımızı gördüyüm haqqında düşünürdüm. İçəri gəlmək istərdimmi? Mən qəhvə dəmləyərəm. İstəyirdim, amma məni bundan çəkindirən nəsə vardı. Bu dəfə yox, bu gecə xeyli işləməliyəm. Charlie, mən səhv bir şey deyib eləmədim ki. Əlbəttə ki, yox, sadəcə mənə baxan o oğlan əhvalımı təlx elədi. Alisa mənə çox yaxın dayanmışdı. Onu öpəcəyimi gözləyirdi. Mən onu qucaqladım və bu yenə də baş verdi. Elə o andaca uzaqlaşmalıydım, yoxsa ürəyim gedəcəkdi. Charlie, xəstə hal görünürsən. Sən onu gördün, Alisa, düzünü de. Alisa başını etiraz əlaməti olaraq buladı. Yox, çox qaranlıq idi. Mən əminəm ki, getməliyəm, sənə zəng vuraram. Alisa özünə gəlməmiş mən çıxıb getdim. Bu binadan hər şey başıma uçmamışdan əvvəl qaçıb qurtulmaq istəyirdim. İndi bu haqda düşündükcə əmin oluram ki, baş verənlər halüsinasiya idi. Doktor Strauss hesab edir ki, mənlə hələ də yeniyetmə səviyyəsindəyəm. Həmin dövrdə isə qadına yaxın olmaq, seks haqqında düşünmək, əsəbilik, gərginlik, hətta halüsinasiyaların yaranmasına səbəb olur. Məncə o mənim Alisa Kinyanın kimi bir qadınla münasibətlərə hazır olmadığımı nəzərdə tutur. Hələ ki hazır olmadığımı. 20 may. Çörəkxanadan qovuldum. Keçmişə bağlanmağın ağılsızlıq olduğunu bilirəm. Amma sobanın istisindən qəhvəyi rəngə çalan ağ kərpiçdən hörülmüş çörəkxana divarlarına alışmışdım. Ora mənim evim idi. Görəsən nə etdim ki, onların bu cür nifrətini qazandım. Donneri günahlandırmıram. O öz biznes və digər işçiləri haqqında düşünməlidir. Ancaq yenə də mənə qarşı ata kimi olub. O məni kabinetinə çağırdı. Açılıb yığılan masasının qarşısında olan yeganə stolun üstündəki hesabatlarla çekləri yığışdıraraq mənim üçün yer açdı və üzümə baxmadan dedi. Səninlə danışmaq istəyirəm. İndi əsl vaxtıdır. Hazırda çox axmaq görünsə də, mən ortada oturub bu balaca boy dolu yanaq uclarının hərəsi bir uzunluqda olan və üst dodağının üstünə gülməli şəkildə sallanan açıq qəhvəyi rəngdə bığlı adama baxdıqca elə hiss edirdim ki, sanki hər iki mən, yəni həm əvvəlki, həm də indiki Charlie həmin stulda oturur və köhnə Mr. Donnerin nə deyəcəyindən qorxur. Charlie, sənin Herman əmin mənim çox yaxşı dostum olub. Ona söz vermişdim ki, iş pis də getsə, yaxşı da getsə, sən həmişə bu işdə qalacaqsan. Pula möhtac qalmayacaqsan. Başını soxmağa yerin olacaq. Çörəkxana mənim evimdir və mən sənə qarşı canını bu ölkə uğrunda fəda etmiş öz oğlum kimi münasibət bəsləmişəm. Herman öləndə neçə yaşın vardı? 17, daha çox 16 yaşlı uşaq. Mən onda özümə and içdim. Dedim ki, Arthur Donner nə qədər ki bu çörəkxanan və bu biznesin var, sən Charlie'nin qayğısına qalacaqsan. Onun işləməyə yeri, yatmağa yatağı və yeməyə çörəyi olacaq. Onlar səni ONR-ə yollamaq istəyəndə onlara dedim ki, mənim üçün işləyəcəksən və sənin qayğına özüm qalacam. Sən burada bir gecə belə keçirməmsən. Mən sənə otaq tapdım və qayğını çəkdim. De görüm o sözümə əməl etdimmi? Başımı razılıq mənasında tərpətdim. Lakin onun çekləri gah açmasından, gah da bağlamasından başa düşdüm ki, nəsə bir dərdi var. Özümü o yerə vurmasam da hiss edirdim. Mən yaxşı işləmək üçün əlimdən gələni etmişəm. Çox işləmişəm. Bilirəm, Charlie, sənin işində qüsur yoxdur. Lakin sənə nəsə olub və mən bunun nə demək olduğunu başa düşmürəm. Tək mən yox, hamı bu haqda danışır. Son bir həftə ərzində 50 dəfə bu otağa gəlib gediblər. Hamısı bir təhərdir. Charlie, məcburam ki, səndən getməyini xahiş edim. Onun sözünü kəsmək istədim, amma qoymadım. Dünən gecə mənim yanıma bütöv bir nümayəndə heyəti gəlmişdi. Charlie, mən biznesimi fikirləşməliyəm. O öz əllərinə baxır, vərəqləri durmadan çevirir, sanki onlarda əvvəl yazılmamış bir şeyin tapılacağına ümid edirdi. Təəssüf edirəm, Charlie. Bəs mən hara gedim?
Biz onun bu rahat məkanına girdiyimizdən bəri ilk dəfə gözlərini qaldırıb mənə baxdı. Sən özün də yaxşı bilirsən ki, daha burada işləməyinə ehtiyacım yoxdur. Mr. Donner, mən buradan başqa heç yerdə işləməmişəm. Yaxşı, gəl bu haqda ətraflı danışaq. Sən buraya 17 il əvvəl gələn Charlie deyilsən. Hətta bir neçə ay qabaqki adam da deyilsən. Sən bu haqda heç nə deməmişsən. Öz işindir. Bəlkə bu möcüzə kimi bir şeydir. Kim bilir? Lakin sən dəyişilərkən ağıllı gənc insana çevrilmişsən. Xəmir yoğuranı idarə etmək və sifarişləri çatdırmaq isə gənc ağıllı adama yaraşan iş deyil. Əlbəttə ki, o haqlı idi. Lakin içimdəki hansısa hiss onun fikrini dəyişmək arzusundaydı. Siz burada qalmağıma izin verməlisiniz, Mr. Donner. Mənə bir şans daha verin. Özünüz dediniz ki, Herman əmimə burada ehtiyacım olduğu qədər qala biləcəyimə söz vermişsiniz. Mənimsə bu işə hələ də ehtiyacım var, Mr. Donner. Yoxdur, Charlie. Doğrudan da ehtiyacın olsaydı onlara deyərdim ki, nə nümayəndə heyətləri, nə də petisiyaları vecmədir və onların hamısına qarşı çıxıb sənin tərəfini tutardım. Lakin hazırki vəziyyətdə onların hamısı səndən it kimi qorxur. Mənsə öz ailəm haqqında da düşünməliyəm. Bəs onlar fikrini dəyişsələr necə? İcazə verin onları inandırmağa çalışım. Onun gözlədiyinin əksinə olaraq mən vəziyyəti daha da qəlizləşdirirdim. Səhv hərəkət etdiyimi dərk etsəm də özümü saxlaya bilmirdim. Mən elə edəcəyəm ki, onlar başa düşəcəklər deyə də yalvardım. Olsun, nəhayət o ah çəkərək dilləndi. Get yoxla, ancaq bununla özünü daha da incidəcəksən. Onun kabinetindən çıxan kimi yanımdan Frank Reyri ilə Joe Karp ötüb keçdi. Həmin an Donnerin haqlı olduğunu başa düşdüm. Yaxınlıqda olmağım belə onlar üçün dözülməz idi. Mən onların hamısını narahat edirdim. Frank elə indicə kökələrlə dolu sini götürmüşdü və mən onları səsləyəndə ikisi birdən mənə tərəf döndü. Bura bax, Charlie, mən məşğulam, sözünü sonra deyərsən. Yox deyə təkid etdim, elə indi deyəcəyəm. İkiniz də özünüzü elə aparırsınız ki, güya məni görmürsünüz. Niyə? Çox danışan fırıldaqçı qadınların sevimlisi olan Frank məni bir anlıq başdan ayağı süzdü. Sonra əlindəki sinini masanın üstünə qoydu. Niyə? Niyəsini deyim də, çünki sən birdən-birə böyük adam olmusan, hər şeyi bilən çıxmısan, kəllə olmusan, indi hamıdan ağıllı çıxmısan, laf wunderkindsən. Həmişə yanında kitab, həmişə hazır cavab. Sənə bir şey deyim, fikirləşirsən ki, bizim hamımızdan daha yaxşısan, hə? Onda çıx get buradan. Axı, mən sənə nə eləmişəm? Nə eləmişsən? Eşidirsən, Joe? Nə etdiyini indi başa salaram, Mr. Gordon. Bura gəlib öz ağıllı fikirlərinlə, təkliflərinlə hamımızı axmaq vəziyyətinə salırsan. Ancaq sənə bir şey də deyəcəyəm. Mənim üçün sən yenə də ağıldan kəmsən. Bəlkə də mən o kitablarının adını ya da içindəki sözlərin mənasını başa düşmürəm, amma yenə də özümü səndən əksik hesab etmirəm. Elədir, deyə Joe təsdiq etdi. İndicə gəlib onun arxasında dayanmış Şimpiyə öz münasibətini göstərsin. Mən sizdən xahiş etmirəm ki, dostlarım olasınız, dedim. Yaxud mənimlə hər hansı əlaqəniz olsun. Sadəcə imkan verin ki, işimdə qalıb işləyim. Mr. Donner dedi ki, bu sizdən asılıdır. Şimpi qəzəbli baxışlarını mənə zillədi. Sonra isə başını narazılıqla tərpətdi. Əsəblərin necə də möhkəm imiş, deyə o bağırdı. Cəhənnəm ol buradan. Sonra da üzünü çevirib axsaya getdi. Bax belə, onların çoxu mənə Joe Karp və Cimbi kimi münasibət bəsləyirdi. Nə qədər ki, mənə gülə bilər və mənim fonumda ağıllı görünə bilirdilər, hər şey əla idi. İndi isə onlar ağıldan kəmdən aşağı səviyyəyə düşüblər. Anladım ki, öz təəccübləndirici inkişafımla onları mənlə kiçiltmişəm və bütün çatışmamazlıqlarını üzə çıxartmışam. Onlara qarşı satqınlıq etmişəm, bunun üçün mənə nifrət edirlər. Fanny Burden mənim getməli olduğumu düşünməyən yeganə adam idi və onların baskısı ilə hədə qorxu gəlmələrinə baxmayaraq təkcə o petisiyanı imzalamamışdı. Lakin bu demək deyil ki, o qeyd etdi, səninlə qəribə bir şey baş verdiyini görmürəm, Charlie.
Sən çox dəyişmisən. Bilmirəm, sən yaxşı oğlan idin, sənə arxayın idim, adi adam idin. Bəlkə də parlaq zəkan yox idi, amma düzgün biri idin. Allah bilir, özünü belə ağıllı etmək üçün nələr etmisən. Onlar haqlıdır. Bu düz deyil. Daha ağıllı olmaq, bilik qazanmaq, özünü və dünyanı anlamaq istəyən bir adamın nəyi pisdir ki? İncili oxusaydın, Charlie, bilərdin ki, Tanrının hər kəsə verdiyindən artıq bilməsi düzgün deyil. Bu ağacın meyvəsi insan üçün qadağandır, Charlie. Əgər etməli olmadığın bir şey etmisənsə, nə bilim, şeytanla ya da başqa bir şeylə geri dönmək üçün gec deyil. Ola bilsin, sən hələ də əvvəlki sadə və yaxşı bir oğlan ola bilərsən. Geriyə yol yoxdur, Fanny. Mən səhv bir şey etməmişəm. Mən kör doğulmuş, lakin gün işığını görmək imkanı yaradılmış bir insan kimiyəm. Bu günah ola bilməz. Tezliklə bütün dünyada milyonlarla mənim kimi insan olacaq. Elm buna qadirdir, Fanny. O gözlərini bəzədiyi toy tortunun üzərindəki bəy ilə gəlinə zillədi və sözünə pıçıldayaraq davam etdikdə dodaqları geclə tərpənirdi. Adəm və Həvvanın idrak ağacından alma yeməsi günah idi. Çılpaq olduqlarını görmələri, şəhvət və utancı öyrənmələri günah idi. Onlar cənnətdən qovuldular və qapılar ikisinin də üzünə bağlandı. Əgər bu baş verməsəydi, heç birimiz qovulmayacaq, xəstələnməyəcək və ölməyəcəkdik. Nə ona, nə də digərlərinə daha nəsə deməyin mənası yox idi. Heç biri gözlərimin içinə baxmırdı. Mən o düşmənçiliyi hələ də hiss edə bilirəm. Əvvəllər onlar mənim kütlüyüm və ağıldan kəmliyimə görə mənə lağ edirdilər. İndi isə biliyim və hər şeyi başa düşdüyüm üçün nifrət edirdilər. Niyə? İlahi, axı məndən nə istəyirlər? Dərrəkə mənimlə tanıyıb sevdiyim bütün insanlar arasında hasar ucaldıb. İşdən qovulmağıma səbəb olub. İndi əvvəlkindən də tənhayam. Çox maraqlıdır. Elcornonu sıçanlarla dolu böyük qəfəsə salsalar nə baş verər? Onlar da ondan üz çevirərmi? 25 may. İnsan bax beləcə özündən nifrət etmək həddinə gələ bilər. Bu yanlış hərəkət etdiyini və özünü durdura bilmədiyini anlayanda baş verir. Özümdən xəbərsiz Alisanın evinə gəlib çıxmışdım. O təəccüb etsə də məni içəriyə dəvət etdi. Tamam islanmışam. Hətta üzündən də su axır. Yağış yağır, güllər üçün xeyirdir. İçəri gəl, gözlə gedim dəsmal gətirim, sətəlcəm ola bilərsən. Sən danışa biləcəyim yeganə adamsan. Mən dedim, icazə ver qalım. Yenicə bişirilmiş qəhvəm var, get üzünü qurula, sonra danışarıq. O qəhvə gətirməyə gedəndən sonra ətrafa nəzər saldım. İlk dəfə idi ki, onun evində idim. Buna sevinsəm də otaqda məni narahat edən nəsə vardı. Hər şey təmizdi. Çiyini qablar pəncərə çıxıntısına səliqə ilə düzülmüşdü. Hamısı eyni istiqamətdə baxırdı. Divanın üstündəki balışlar divanın parçasını qorumaq üçün nəzərdə tutulmuş plastik örtük üzərində səliqə ilə düzülmüşdü. İki masa üzərindəki jurnallar elə səliqə ilə düzülmüşdü ki, hər birinin başlığı kənardan baxdıqda da aydın görünürdü. Bir masanın üstündə The Reporter, The Saturday Review, The New Yorker, digərinin üstündə isə Mademoiselle, House Beautiful, Herder Stiggles jurnalları vardı. Divanın qarşısındakı divar lap sonunda ornamentlərlə bəzədilmiş çərçivənin içində Picasso'nun ana və övlad əsəri asılmışdı. Düz onunla üzbəüz divanın üzərində Rənesans dövrü saray adamının maskalı təsviri vardı. O əlindəki qılıncla nədənsə qorxmuş qırmızı yanaq qızı qoruyurdu. Onların hamısı birlikdə yanlışlıq təəssüratı yaradırdı. Sanki Alisa kim olduğunu və hansı dünyada yaşamaq istədiyini hələ də müəyyənləşdirə bilməmişdi. Neçə gündür laboratoriyada görünmürsən deyə səsi mətbəxdən gəldi. Professor Nemur sənin üçün narahatdır. Onlarla qarşılaşa bilməzdim, mən dedim. Düzdür, utanmaq üçün heç bir səbəbim olmadığını bilirəm, amma işə gündəlik getməmək, dükanı, sobaları, insanları görməmək qəribə boşluq hissi yaradır. Adama ağır gəlir. Keçən gecə bir də ondan qabaqki gecə yuxuda görürdüm ki, boğuluram. Alisa əlindəki sinini masanın ortasına qoydu. Salfetlər üçkünc qatlanıb, peçenyelər dairəvi şəkildə düzülüb.
Bunu özünə dərd etməməlisən, Charlie. Bu səndən asılı olan bir şey deyil. Bunu özümə desəm də xeyri yoxdur. O adamlar uzun illər boyunca mənim ailəm olub. Bu doğma evindən qovulmağa bənzəyir. Elədir, o dedi. Bu uşaqlıqdan bəri təkrarlanan təcrübənin simvolik olaraq təkrarıdır. Valideynlərinin səndən imtinası, evdən kənara göndərilməyin. İlahi, hər şeyin üstünə təmiz yarlıqlar asmağın mənası yoxdur. Məsələ burasındadır ki, mən bu sınağa baş qoymazdan əvvəl dostlarım vardı. Qayğıma qalanlar vardı, indi isə mən qorxuram. Sənin indi də dostların var. Bu eyni şey deyil. Qorxu normal reaksiyadır, Charlie. Bu qorxudan da böyükdür. Mən əvvəllər də qorxurdum. Qorxurdum ki, Norma ilə dalaşsam döyülərəm. Hauiles küçəsindən keçsəm oradakı uşaqlar məni incidər ya da itələyər. Partamın üstündəkilərlə oynamayım deyə əllərimi bağlayan məktəb müəlliməm. Mrs. Libby'dən qorxurdum. Amma onların hamısı həqiqi idi. Onlardan qorxmağın bir növ labüdüdür. Ancaq kürəkxanadan qovulmaq qorxusu gerçək bir şeyə söykənmir deyə mən bu qorxunu başa düşə bilmirəm. Sakitləş, sən mənim həyəcanımı hiss etmirsən. Axı bu gözlənilən idi, Charlie. Təsəvvür et ki, sən üzgüçülüyə yeni başlamısan və məcbur edilirsən ki, suya trampolindən tullanasan. Tullanmaq, yəni ayağının altındakı qalın taxtanı itirmək qorxusu səni basır. Mr. Donner sənə yaxşı münasibət göstərir və sən bu illər ərzində çöldə qalmamısan. Çörəkxanadan bu cür qovulmağın sənin üçün əslində daha dəhşətli olmalı idi. Bunu bilmək kömək etmir. Daha otağımda tək-tənha qala bilmirəm. Bütün gecəni də gündüzü də nə axtardığımı bilmədən küçələrdə gəzişirəm. Düz yolu azana qədər. Nəhayət görürəm ki, çörəkxananın qarşısındayam. Dünən gecə Washington küçəsindən Central Parka qədər piyada getmişəm və parkda yatmışam. Lənət şeytana, mən nə axtarıram axı? Mən danışdıqca Alisa daha da kədərlənirdim. Charlie, sənə necə kömək edə bilərəm? Bilmirəm, mən öz qəşəng etibarlı qəfəsimdən çıxarılmış heyvan kimiyəm. Alisa yanıma əyləşdi. Onlar səni hədsiz çox sürətlə irəlilədilər. Sən çaşqınlıq içindəsən. Yetkin insan olmaq istəyirsən, lakin içində hələcə də balaca bir oğlan yaşayır. O başını öz çiyninə qoydu və saçlarımı sığalladıqca hiss etdim ki, mənim ona ehtiyacım olduğu qədər onun da mənə ehtiyacı var. Charlie o bir müddət sonra pıçıldadı. Nə fikirləşməyindən asılı olmayaraq məndən qorxma. Ona danışmaq istəyirdim ki, içimdə baş qaldıracaq qorxunu artıq gözləyirəm. Bir dəfə Charlie sifarişi çatdırarkən hamamdan yenicə çıxmış bir qadın əylənmək məqsədi ilə onun qarşısında xalatının qabağını açmışdı. Heç lüt qadın görməmsən? Bilirsən nə etmək lazımdır? Ola bilsin onun inildəməsi qadını elə qorxutmuşdu ki, tez xalatının önünü qapatmış və ona 25 sent verərək gördüklərini unutmasını demişdi. O sadəcə Charlie-ni yoxlamaq istəyirmiş ki, görsün ağıllı oğlandımı. Charlie isə qadına ağıllı olmağa çalışdığını demişdi. Çünki tumanında o şey nə vaxt olsa anası onu döyərdi. Birdən gözünün önünə Charlie'nin anasının əlində digər kəmər tutub ona bağırması, atasının isə onu saxlamağa çalışması gəldi. Bəsdir Roza, sən onu öldürəcəksən, əl çək ondan. Anası yerdə vurnuxan oğlunu bir də vurmaq üçün atasının əlindən çıxmağa çalışır. Kəmər Charlie'nin çiynindən yan keçir. Hələ bir buna bax, Roza bağırır. Yazıb oxumağı öyrənə bilmir, amma qızlara bu cür baxmağı nə yaxşı bilir. Mən bu fikirləri onun ağlından çıxaracağam. Bu ondan asılı deyil, bu ereksiyadır, normal haldır, ona heç nə etməyib. O qızlar haqqında bu cür fikirləşməməlidir. Bacısının bir rəfiqəsi gələn kimi başlayır bu fikirlərə düşməyə. İndi ona elə dərs verərəm ki, ömrü boyu unutmaz, eşidirsən? Sən bir də hansısa qıza toxunsan, səni qəfəsə salaram. Lap heyvan kimi, ömrün boyu orada qalarsan, eşitdin? Onun səsini hələ də eşidirəm, ola bilsin o məni buraxıb. Bəlkə də qorxu ilə ürək bulanma içində boğulmalı olduğum dəniz deyil. Sadəcə keçmişi əks etdirən su gölməçəsidir. Mən azadam. Keçmiş gözlərimin önündə canlanmazdan əvvəl Alisa'ya toxunsaydım, bəlkə də belə olmayacaqdı. Kaş yaddaşımı tamam silə biləydim. Bircə bunu deyə bildim. Sən özün məni qucaqla.
Heç onun nə etdiyini anlamamış, Alisa artıq məni öpür və indiyə qədər heç kəsin yaxın olmadığı qədər özünə bərk-bərk sıxırdı. Lakin mənim də ona hər şeydən daha çox yaxınlaşmalı olduğum vaxt yenə başladı. Qulaqlarımdakı səs, bədənimin üşünməsi, ürək bulanmam. Mən özümü çevirdim. Alisa məni sakitləşdirməyə, heç nəyə fikir verməməyə və özümü günahlandırmağa səsləsə də, utandığımdan öz hırsımı daha saxlaya bilməyib ağlamağa başladım. Beləcə ağlayaraq onun qucağındaca yuxuya getdim və rüyamda saray adamı ilə qırmızı yanaq qızı gördüm. Lakin mənim yuxumda qılınc məhz qızın əlində idi.